Novruz bayramına sayılı günlər qaldıqca paytaxtda bayram hazırlıqları daha da sürətlənir. Biz də bayram qabağı qiymətlərlə maraqlanmaq və bayram əhval-ruhiyyəsini hiss etmək üçün kənddən şəhərə Novruz yarmarkasına üz tutduq. Yarmarkada satışçılar bildirir ki, marketlərlə müqayisədə burada qiymətlər daha münasibdir. Öz malımızı, şəxsi malımızı da satırıq. Xərcimiz çıxmır, gəlirik ki, buraya salafanımızı verirlər, yerimizi verirlər. Biraz bu barədə çox gözəldir, çox yaxşıdır. Sağ olsunlar ki, bunu təşkil ediblər. Malımızı sata bilirik. Yoxsa əlimizdə qalır malımız. Yaxşıdır, pisdir. Gəlib gedən var, maşallah, yaxşıdır. Qiymətlər necə sizi qane edirmi? Bizi qane eləyir. Bilmirəm, indi əhalini də qane eləyir. Çünki bazardan hər bir mal 2 manat, 1 manat aşağıdır. Elə mal var ki, məndə 5 manat aşağıdır. Məsələn, qoz mürəbbəsidir, çay tikanı yağıdır, sonra çaşırdır. Bunların qiyməti bazardakindən 3 manat, 5 manat aşağıdır. Turşuların necə qiyməti fərqlənirmi bazardakının? Arasında 1 manat, 2 manat fərqlənir turşuların. Mürəbbələrin həmçinin. Yaxşıdır. Alıcı da maşallah yaxşıdır. Məndə sirkələr də var. Bütün sirkələrdən, alma sirkəsi, nə bilim, abqora var. Sonra kivi sirkəsi var. Belə, kompotlar var, turşuların hamısından var, yarpaqlar var, pip yarpağı var ki, İsmail'in məşhur yarpağı. Pip yarpağı, dolması yaxşı çıxır. Belə. Yaxşıdır, pis deyil. Alıcılıq qabiliyyəti necə? Yaxşıdır. Əgər ilin 12 ayını hər həftə işləsə, malda sata bilərik, klientə toplaya bilərik. Mən gəlmişəm, fermerəm. Məhsulların 70-80% öz izdiqa təbliğimizdir, yəni hazırlaması bizə aiddir. Qiymətlərə gəlincə, monitoring keçirə bilərsiniz. Kaptyorkalarla, marketlərlə bizdə qiymətlər 50-lərin 50-yə ucuzdur. Qozlar 14 manatdan başlayır, ləpələr, yerli ləpələr. Fındıq ləpəsi 20 manatdan, 17 manatdan başlayır. Sonra qiymətlərin ucuz olmağına səbəb bu yarmarkanın dövlət tərəfindən bütün rasxodların, yəni xərclərin qarşılanmasına görədir. Yəni bizdən burada heç nə tələb olunmur. Tərəziyə kimi verirlər, ştaxtalar verirlər, önlük verirlər, maşınlarımızın park etmək üçün yer. Hamısı dövlət tərəfindən qarşılanır. Ona görə də bizdə də qiymətlər münasibdir. Hələ baxmayaraq ki 10 gün qalıb, yaxşıdır, qaynaşma var. Qiymətlər necə? Sizi qane edirmi? Qiymətlər dediyim kimi, bəzi məhsullar var ki, görsən o da ki, hansı ki öz hazırlamadığımız məhsullardır, onların qiymətində fərq edir. Amma öz hazırladığımız, öz fermerimizin də, yəni öz təsərrüfatımız əlbəttə ki ucuzdur. Alıcılar da qiymətlərdən razı olduqlarını deyirlər. Onların sözlərinə görə yarmarkada həm məhsullar daha keyfiyyətlidir, həm də qiymətlər sərf eləyir. Marketdə alırsan, şəfaat, dünən 1 kilo şəfaat almışam, onun yarım kilosu çıxmır. Amma burada çox yaxşıdır. Kənd məhsulları da dəstəsi 4 dəstə göyərti 1 manatdır, amma burada 7 dəstəsidir. Sərf eləyir də, biz pensionerlər biraz hər şeydə eləyir. Bayram hazırlıqlarına başlamısınız? Hələ yox qızım, indi pensiya gözləyirdik, aldım.